Salam əziz şagirdlər. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. İnşallah hər kəs istədiyi nəticəni əldə edə bilər. Sabahki imtahana görə sizlərə də təkrar olsun deyə toplunun arxasındakı əvvəlki illərin sınağını sizə izah etmək istədim. Ancaq qrammatik olan hissəni izah edəcəm. 7-ci sualdan başlayaq. Artikla aid qaydadır. Latviya ölkə adı olduğuna görə qarşısında heç bir artikl işlənmir. İkincidə də Baltic States. Baltic sözünün yanında States sözü olduğuna görə biz bilirik ki, orada Z işlənməlidir. Ümumiyyətlə, ölkə adlarının qarşısında əslində artikl işlənmir. Lakin onların yanında Republic, Federation, State sözləri varsa, onda biz Z artikl işlənməliyik. Düzgün cavab C variantıdır. 8-ci sual modal feillərə aiddir. İlk öncə variantlara baxaq. A variantı səhvdir. Have to modal feili sualın inkarını özü yaratmır. D variantı ought-dan sonra to gəlməlidir. E variantında will be able to olmalıdır. C variantında yenə də ought-dan sonra to gəlməlidir. Düzgün cavabımız B variantıdır. Əgər tərcüməyə baxmaq istəsək, you must learn all the rules by heart. Sən bütün qaydaları əzbərdən öyrənməlisən. 9-cu sual. İlk öncə baxanda şagirdlər bu sualın zamana aid olduğunu güman edir. Lakin bu sual kompleks obyekt, mürəkkəb tamamlığa aiddir. Burada let-dən də görə bilərsiniz. Let birinci qrup feil olduğuna görə ondan sonra nə to-lu, nə də ing-li feil işlədə bilərik. Sadəcə feil işlətməliyik. Ona görə düzgün cavabımız C variantıdır. 10-cu sual cümlə tamamlamağa aiddir. Mən demişdim ki, birinci mübtada gəlməlidir. A variantına baxırıq, is birinci gəlib, B-də də is, C-də də is birinci gəlib, D-də də is birinci gəlib. Lakin E variantında this daha sonra is gəlib. Deməli, düzgün cavabımız E variantıdır. 11-ci sual sual əvəzliklərinə aiddir. Burada uşaqlar, əgər cümlənin sonunda söz önləri varsa, siz söz önlərinə əsasən ya who, ya what seçə bilərsiniz. Lakin belə cümlədə söz önü yoxdursa, siz artıq burada cümləni tərcümə etməlisiniz. Tərcümə edən zamansa biz burada what seçməliyik. Çünki burada tərcüməyə baxanda what makes you different from other students? Səni digər şagirdlərdən fərqli edən nədir? What are the types of work can you do? Sən başqa hansı növ işləri görə bilirsən? 12-ci sual quantifiers kəmiyyət bildirən sözlərə aiddir. Burada baxırıq ismə, friends cəmdədir. Birincisi a lot variantını çıxırıq. Çünki a lot feillərlə işlənir. Daha sonra cəmdə olduğuna görə həm də sayılan isimdir. Ona görə biz much, little olan variantları çıxırıq. A, B, E variantlarını çıxırıq. Düzgün cavabımız D variantıdır. 13-cü sual nida cümlələrinə aiddir. Biz bilirik ki, nida cümlələrində xəbər sonda gəlməlidir. Ona görə it, sonda it olan variantları çıxırıq. A, C variantlarını. Digər variantlara baxaq. How-dan sonra Z olmalıdır. E səhvdir. D variantı what-dan sonra E gəlib. Lakin sites sözü cəmdə olduğuna görə biz burada E işlətməməliyik. Düzgün cavabımız E variantıdır. 14-cü sual. Burada biz mürəkkəb isimləri seçməliyik. Birinci söz düzgündür. İkinci söz sadə sözdür, səhvdir. 3-də men şəkilçisi var. 4-də men şəkilçisi var. 6-da watermelon, bir də 5-də sandırsum düzdür. Bunlar mürəkkəb isimlərdir. Ona görə 1, 5, 6 A variantını seçirik. 15-ci sual əvəzliyə aiddir. İlk öncə baxırıq help sözündən sonra nöqtələr var. Help kömək etmək feildir. Feildən sonra biz bilirik ki, obyekt əvəzliklər işlənir. Ona görə him variantını seçə bilərik. Lakin tərcüməyə baxaq yenə də. Jack is mending the broken chair. Jack sınmış stolu düzəldir. Can you help him? Sən ona kömək edə bilərsənmi? Düzgün cavab D variantıdır. 16-cı sual söz önlərinə aiddir. My father took me to the station. Burada to olacaq nöqtələri yerinə. İstiqamət bildirir. Car, ümumiyyətlə nəqliyyat vasitələrinin qabağında by sözünü işlədilir. Ona görə düzgün cavabımız D variantıdır. 17-ci sual sifətin dərəcələrinə aiddir. One of var. One of var üstünlük dərəcəsidir. Baxaq variantlara. Much, hard working heç bir üstünlük dərəcəsinə aid göstərici yoxdur. B variantında more müqayisə dərəcəsidir. C-də də more müqayisə dərəcəsidir. D variantında the most işlədilib düzdür. Hard working çox hecalı sifət olduğuna görə onun qarşısında biz most verməliyik. E variantı ümumiyyətlə adi dərəcədir. Düzgün cavabımız D variantıdır. 18-ci sual isə məchul növə aiddir. İlk öncə cümlənin zamanını tapmalıyıq. She asked a lot of questions at the lesson. Asked idi şəkilsi olduğuna görə deməli bu keçmiş zamandadır. Keçmiş zamanın məchul növü was were ilə düzəlir. Variantlarda was were olan variantlara baxaq. B variantını çıxmalıyıq. C-ni çıxırıq. D-ni ümumiyyətlə çıxırıq. Nəyə görə? Çünki cümlə she ilə başlaya bilməz. Biz mübtədanı atmalıyıq. Qalır E və A variantları. A variantında word-dən sonra being gələ bilməz. Bu ancaq davam edici zamanda ola bilər. Ona görə A variantı da səhvdir. Düzgün cavabımız E variantıdır.
19-cu sualda yaxın mənalı sözləri istəyir. Burada biz 1-4 important, necessary, vacib demək tərkisi. Ona görə C variantını seçməliyik. 20-ci sual bağlayıcıya aiddir. Burada bağlayıcılara baxırıq. Both and ola bilər. Lakin either, nor, neither, or ola bilməz. Çünki neither, nor olmalıdır, either, or olmalıdır. Çox asan bir qaydadır. Ona görə 2 ilə 3-ü çıxırıq. 1 və 4-cü variantlarımız düzdür. Düzgün cavab C variantıdır. 21-ci sual zaman formalarına aiddir. Burada baxırıq, yesterday var, dünən deməkdir. Keçmiş zamanı zaman zərfidir və eyni zamanda cümləmiz sual formasındadır. Biz bilirik ki, keçmiş zamanın sual forması did ilə düzəlir. Ona görə düzgün cavabımız E variantıdır. 22-ci sualda cümlə qurmalıyıq. Cümlə quranda əziz şahidə birinci mübtəda, sonra xəbər, sonra adətən digər üzvlər gəlir. Əgər mübtədanın xəbəri tərcüməni bilmirsinizsə, onda belə variantlardan da tapa bilərsiniz. Məsələn, B və D variantlarında ikisində də 6 gəlib. Çox güman ki, ya B variantıdır, ya da D variantıdır. İndi baxaq. The doctor told the patient to drink water every day. Görürsünüz, düzgün cavabımız elə B variantıdır.